Günlük bürc proqnozu 29 oktyabr 2025. Qoç. Bütün əlaqələrinizdə diqqətli olun. Duyğularınıza güvənməyin. Yeni düşüncələri diqqətli şəkildə ələ alın. Bugün istirahət etmək və özünüzə əlavə baxım üçün yaxşı bir zaman olsa da, fantaziyalara qaçmadığınızdan əmin olun. Həqiqətləri qəbul edin. Narkotika asılılığından qaçının. Nə yediyinizə diqqət yetirin. Əkizlər. Əlaqələriniz ideal görünür, amma insanları həqiqi dünya görüşündən gördüyünüzə əmin olun. Xəyallarınız çox yaxşıdır, amma xəyalları yetkin əlaqələr reallaşdırar. Sevgilinizin də sizin ideallarınızı dəstəkləməsini gözləməyin. Sizin xəyallarınız qüvvətlənməkdədir. Onları gerçək dünyaya tətbiq edin. Şir. O qədər coşqulu ola bilərsiniz ki, həqiqəti göz ardı edə bilərsiniz. Xüsusilə maliyyə təəhhüdlərində olmazdan əvvəl 2 dəfə düşünün. Ayrıca şübhəli dini ya da mənəvi tətbiqlərə daxil olmaq təhlükəsi var, siz arzuladığınız hər şeyə sahib ola biləcəyinizə inanmaq istəyirsiniz. Realist olun. Tərəzi. Sizin hissləriniz o qədər sürətli dəyişir ki, ona uyğunlaşma təmin etməkdə çətinlik çəkirsiniz. Uyğunlaşmağa çalışın. Elastik olun. Yeni düşüncə yollarını araşdırın, yeni fəlsəfələrə açıq olun. Bu dövr keçdiyində bu yeni düşüncələri gündəlik həyatınıza inteqrasiya edə bilərsiniz. Hələlik qısa vədəli düşünün. Ox atan. Bu təsir 60 yaşınızın erkən və ya keç mərhələsində ortaya çıxar. Özünüz haqqında həqiqətlərlə üzləşib problem yaşaya bilərsiniz. Əhəmiyyətli insanlar və ya şeylərin birdən mövcud olmadığını görə bilərsiniz. Müsbət olun, amma heç bir şeyə bağlanmayın. Əgər sınağa qalxsanız, özünüzlə əlaqədar bir çox şeyə vaqif ola bilərsiniz. Dolça. Artıq mühüm bir şəkildə şuurunuzu genişlədə biləcək əhəmiyyətli dərslər öyrənə bilərsiniz. Sizin ego qayğılarınız azalır və siz yeni fikirlərə daha az skeptizmlə yaxınlaşırsınız. Ancaq məqbul qərarlarınızı təxirə salmayın. Yeni fikirlər və yeni insanlar mövzusunda praktik davranın. Artıq həddindən artıq ofsunlayıcı və cazibədarsınız. Buğa. İnsanların söylədiklərinə şübhə ilə yaxınlaşın. Bütün yazılı medianı araşdırın və yazıçılıqla əlaqədar hər şeyi detallı ilə öyrənin. Fikirlərinizi dəqiq bir şəkildə ifadə etdiyinizdən və eşitdiklərinizi açıqlıq gətirdiyinizdən əmin olun. Asanca başınız qarışdığına görə insanlar sizdən istifadə edə bilər. Fokuslanın. Etibarlı, inanılmış üsullardan istifadə edin. Xərçəng. Enerji əskikliyi yaşayırsınız. Yeni və ya bol qaynaq tələb edən proyektlərdən qaçının. Uzanıb, istirahət edin. Mövcud şərtlər sizi hədəflərinizdən vaz keçirtməməli. Bu yalnız geri çəkilmə dövrüdür. Məsələləri çox böyütməyin. Yaxşı bir qidalanma ilə sağlamlığınızı gücləndirin. Hər cür dərmanlardan qaçının. Tam dürüst olun. Qız. Həqiqətlər hisslərinizlə uyğun gəlmir. Sizin dünya görüşünüz qarışıq və etibarsızdır. O qədər başınız qarışıqdır ki, mövcud vəziyyətinizlə çox az əlaqəsi olan ünsürlərə yönəlirsiniz. Diqqətlə mövcud şərtlərə uyğun yeni düşüncələr meydana gətirin. Bir fiziki müayinə alın. Əqrəb. Yanılma ya da qarışıqlıq sizi özünüzün ən böyük düşməni edə bilər. İdeallarınıza kor-koranə bağlılıq sizi manipulyasiyaya açıq hala gətirəcək. Səyahət edərkən diqqətli olun. Dərmanlardan və ya spirtli içkilərdən böyük bir diqqətlə istifadə edin. Oğlaq. Güvən əskikliyiniz var və karyeranızın sizin üçün mənasının nə olduğunu sorğulayırsınız. Həqiqətən həyatdan nə istədiyinizi araşdırmaq üçün zaman ayırın. Əgər eviniz problemlərin qaynağı isə, dərhal onları həll etməyə çalışın. Psixoloji kökləriniz zəifsə təsirli ola bilməzsiniz. Balıqlar. Daha çox ictimai məsuliyyət hiss edirsiniz. Həssaslığınız artır və siz hərəkətlərinizin qarşılığını gözləmədən başqalarını düşünəcəksiniz. Əgər egonuzu göz ardı etsəniz, asanca mücərrəd mövzuları qavraya bilərsiniz. Əgər çalışsanız, yuxularınızı həqiqətə çevirə bilərsiniz.